Gürcü xəngəlin ən düzgün və ideal formada necə hazırlaya bilərsən, indi sənə izah edəcəm. Yanında isə restoranlarda verilən sousu hazırladım. Əti maşından 2 dəfə keçirdim. Soğan və sarımsağı da çəkib üzərinə əlavə etdim. Duz, istiot, paprika olmazsa olmaz. Xmeli, suneli, ət suyu, olmasa adi su. Göyərtisini də əlavə edib qarışdırıb soyuducuda gözlətdim. Xəmiri üçün unun üzərinə duz əlavə edirəm. Daha sonra suyu hissə-hissə əlavə edərək bərk xəmiri yoğururam. Xəmiri ən azı 20-25 dəqiqə yoğurun ki, özünü tutsun. Daha sonra salafana keçirib 2 saat dincəldirəm. Gördüyünüz formada açıb forma verib kündələrə ayırdım. 45 qramdan kündələr hazırladım. Mütləq üzərini örtmək lazımdır ki, qurumasın. Daha sonra asanlıqla açıb bir qabın içərisinə qoyuram. Gördüyünüz qaydada baş barmağım sabit qalmaqla, bir barmaq enində olmaqla üzərinə gətirib bu formada bükürəm. Qaynayan suya duzu və duru yağı əlavə edib qarışdırıb xəngəlləri bura əlavə edirəm. Bu arada sosu hazırlayaq. Bir diş sarımsağı zeytun yağında qovurdum. Üzərinə pomidor sosu, duz, istiot, paprika əlavə edib qarışdırıb 5 dəqiqə bişirdim. Xəngəl qaynayıb üzə çıxdıqda üzərinə 1 stəkan soyuq su əlavə edib 5 dəqiqədə qaynadıram. Dadlı reseptlər üçün izləmədə qal.